Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Deməli biz keçən dərsimizdə ixlas haqqında danışdıq. Dedik ki, la ilahe illallahın şərtlərindən olan ixlas və ixlas olmadığı zaman la ilahe illallah insana fayda vermir. Və bu günləri danışacağımız 6-cı şərt sıdq haqqında olacaq. Yəni doğruluq. Bəzi alimlər ixlasla doğruluğu bərabər zikr ediblər. Deyiblər ki, mənaları bir-birinə yaxın olduğuna görə bəzi alimlər bunun ikisini bir arada zikr ediblər. Lakin biz istədik ki, fayda tam hasil olsun deyə bu ikisini ayrı-ayrılıqda zikr edək. Sıdq nədir? İnsanın içi ilə çölü eyni olduqda sıdq budur. Yəni, içi ilə çölü eynidir. Belə olan adama da sadiq deyilir. Belə olan adama da sadiq deyilir. İstilahda isə, yəni bizim indi danışacağımız əsas məsələ bu kəlməni qəlbən, səmimi şəkildə söyləməkdir. Qəlbən buna inanmaqdır. Yəni insan həm dilində bunu tələffüz edir, həm də içində də Allahdan başqa ilah olmadığına, Muhammedin Allahın Rəsulu olduğuna inanır. Vallahi bəsit bir şey deyil inanmış olduğun şey. Elə bir şeydir ki, sənin inanmış olduğun şey, insanlar qiyamət günü bu kəlmədən ilk öncə hesaba çəkiləcəklər. Bu kəlmə, tövhid var səndə yoxsa yox, subhanallah. İnsan necə bu kəlməni xəfifə ala bilər? Yəni doğruluq içi ilə insanın çölünün eyni olması. Sən təsəvvür elə ki, münafiqlər var ki, onlar dili ilə la ilahe illallah deyirlər. Lakin qəlblərində buna inanmırlar. Qəlblərində Allahın tək ilah olduğuna inanmırlar. Qəlblərində Muhammedin Allahın Rəsulu olduğuna inanmırlar. O şəhadət onlara fayda verə bilər? Mümkün deyil. Ona görə doğruluq olmasa, insanın sıdqı olmasa, içi ilə çölü eyni olmasa, həmin bu kəlmə insana fayda vermir. Əgər fayda versəydi, münafiqlərə fayda verərdi. Münafiqlər dildə buna inanırdılar, dildə bunu deyirdilər, amma daxildə buna inanmırdılar. Və bu səbəblə rahat şəkildə demək olur ki, sıdq mömin ilə münafiqi ayıran ən bariz əlamətdir. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Elə bir kimsə yoxdur ki, bu kəlməni sıdq ilə desin, doğru şəkildə desin və sonra da cəhənnəm ona haram olmasın. Subhanallah, necə əzəmətli bir şeydir. İndi sən təsəvvür elə ki, sən bu kəlməni Allahın razı qaldığı şəkildə tələffüz edirsən. Allahın razı qaldığı şəkildə, Allahın istədiyi şəkildə bütün şərtləri yerinə yetirərək deyirsən ki, la ilahə illallah Muhammedun Rasulullah. Yəni təsəvvür elə necə əzəmətli bir kəlmədir. Subhanallah, sən buna inanmısan və sən bunu daxildə bilirsən ki, Allahdan başqa ilah yoxdur və bütün məsələlərdə mənim Rəbbim tək olan ilahdır. Allahdan başqa ibadəti haqq edən heç kimsə yoxdur. Allahdan başqa dua ediləcək heç kimsə yoxdur. Allahdan başqa yalvarılacaq heç kimsə yoxdur. Müşriklər dara düşən kimi nə edirlər? Qaçırlar hara? Müşriklər dara düşən kimi gedirlər ölülərə. Və nə deyirlər? Deyirlər ki, bu ölülər bizi Allaha yaxınlaşdırır. Niyə görə belə eləyirlər? Çünki onlar Rəblərini tanımırlar. Tanımadıqlarına görə şirkə düşüblər. Çünki onlar bilmirlər ki, onlara ən yaxın olan elə aləmlərin Rəbbi olan Allahdır. Allah Azza və Cəllə deyir ki, qullarıma de, mənə yalvaranın duasını qəbul edərəm, deyir Allah Azza və Cəllə. Belə bir Rəbbim var. Sənə şah damarından daha yaxındır. Hara gedirsən və nəsə axtarırsan ki, məni Allaha yaxınlaşdır. Ey ölü, ey qəbirdə olan, ey filan kəs. Allah sənə zaten yaxındır. Allaha dua elə. Allah deyir, dua edin, duanıza icabət edin. Hara getmirsən qəbirlərə, ölülərə və s. Niyə gedib? Çünki bilmir Allah ona yaxındır. Allahı bilməməyi səbəbi ilə şirkə düşüb. Subhanallah. Allah səni tövhidlə izzətləndirib. Allah səni İslam ilə izzətləndirib, ey qardaşım. Necə böyük neymət içərisindəsən, vallahi. Sən təsəvvür edirsən, sən də dara düşəndə Allahdan başqalarına dua etməyə gedə bilərdin. Sən də la ilahə illallah deyərdin. Amma doğruluq olmazdı. İçinlə çölün eyni olmazdı, sıdq olmazdı səndə. Sən nə edərdin? Bəzi insanların etdiyi kimi. Qurban kəsəndə Allaha yox, gedib qəbirlərin üstündə, qəbirdə yatanlara kəsərdin. Halbuki qurban ancaq Allah üçün olur, Allaha olur. Allahdan başqasına olmur. Təsəvvür edirsən, sən dara düşmüsən. Gedirsən ki, ey filan kəs, mənə övlad ver, qəbirdə yatan. Ey filan imam, ey filan ağa, ey filan kəs. Subhanallah. Allah səni qurtardı bu şeydən. Və elə bir şeydir ki, subhanallah, geri dönüş yoxdur. Allah subhanahu wa ta'ala öz əzəmətli kitabında bildirib şirki bağışlamayacağını. İnsan necə buna xəfif baxa bilər? İnsan necə deyə bilər ki, heç nə olmaz, mən Allah üçün eləyirəm. Necə ola bilər? Subhanallah, məgər Allah üçün etmək insanı qurtarır, yəni. Ömər radiyallahu anhu bir gün o rahiblərin yanından keçəndə görür ki, adamın biri
saçını ağaca bağlayıb və zikr edir və yuxuya getmək istəyəndə saçı ağac onu dartır. Yəni saçını ağaca bağlayıb, yuxuya gedir, qabağa gedəndə ağac onu dartır saçından və yenidən oyanır. Niyə belə eləyir? Ta ki yuxuya gedər, Allah'a zikr etməkdən qafil qalar, qalmasın deyə zikr eləyir. Ömər radiyallahu anh onu görür, ağlamağa başlayır. Deyirlər ki, ey Ömər, səni ağladan şey nədir? Deyir, subhanallah, Allahın bu ayəsini oxuyur. Əməl etmişlər, yorulmuşlar, fəqət gedəcəkləri yer isə cəhənnəmdir, deyir. Allahu Akbar. İnsan təsəvvür elə, bu dünyada Allaha şirklə bərabər ibadət edir. Allaha şərik qoşur, dara düşəndə Allahdan başqasına yalvarır, Allahdan başqasına qurban kəsir. Yorula da bilər, ibadət də eləyə bilər, oruç da tuta bilər, subhanallah. Lakin insan böyük şirk edir. Və Allah subhanahu wa ta'ala öz əzəmətli kitabında buyurur ki, Allah şirki bağışlamayacaq. Lakin insan tövbə eləsə, bu dünyada Allaha şirklə getməsə, tövbə eləsə Allah subhanahu wa ta'ala bu dünyada insanı bağışlayır. Ona görə insana vacibdir ki, bu şeyi eşitdikdən sonra, bu şeyi bildikdən sonra ki, subhanallah, mən odla oynayıram. Olmaz. Deməli, Allahdan başqası, Allah subhanahu wa ta'ala özünə şərik götürmür. Allah tək olan ilahdır. Necə ola bilər ki, subhanallah, aləmlərin Rəbbi olan Allah heç ona şərik yaraşır? Heç ona şərik götürmək yaraşarmı? Yəni bir evin içərisində, bax bu oturduğumuz evin içərisində, qardaşım bu ev kimindir? Bu ev sənindir. Mən gəlib sənin evində ağalıq eləsəm, mən gəlib sənin evində desəm ki, bu divanı buradan götür, bura qoy, bu stolu götür, buradan bura çək, bu televizoru götür, buradan bura qoy. Sən deyərsən, qardaş oğlu, saxla. Yaxşısan mı, salamatçılıqdır mı sən də deyərsən? Bu ev mənim evimdir. Bax, 30 kvadratlıq evdə özünə şərik götürmürsən. Necə aləmlərin Rəbbi olan Allaha yaraşdırırsan ki, yerlərin, göylərin sahibi Allah, səni ananın bətnində saxlayan Allah, səni ananın bətnindən çıxardan Allah, səni ananın bətnindən çıxardıb ananın sinəsində sənə təam hazırlayan, sənə yemək hazırlayan Allah, amma ibadət şərikli, amma yalvaranda Allahdan başqasına yalvarmaq, amma qurbanı kəsəndə Allahdan başqasına qurban kəsmək necə ola bilər? Sən etmiş olduğun şeyin fərqindəsənmi? Necə ola bilər bundan sonra deyəsən ki, eybi yox, Allah məni bağışlayar. Şirkdirsə eybi yox, belə insanlar var. Demirsən deyir şirkdir. Allah üçün eləyirəm də Allah bağışlayar. Allah deyir ki, bağışlamayacam. Sənin iş yerində əşyalarına toxunanda, sənin masavın üstündən kimsə toxunanda qəbul eləmirsən. Deyirsən, mənim masama toxunmayın. Mənim masamda heç bir şeyin yerini dəyişmə deyirsən. Allahu Akbar. Amma Allaha deyirsən ki, ya Rabbi, sən də mənim Rəbbimsən, sənə də dua edirəm, ölüyə də dua edirəm. Sənə də təvəkkül edirəm, səndən başqalarına da təvəkkül edirəm. Belə bir şey ola bilər, əziz qardaşlarım. Mümkün deyil. Xüsrandır, zəlalətdir. İnsanın özünü həlak etməsidir. Ona görə tövhid əzəmətli bir şeydir. Elə etməlisən ki, bu şərtlərin heç birisinə xələl gəlməsin. Və əzəmətli şərtlərdən birisi də sıdqdır, doğruluq. Sənin içinlə çölün eyni olmalıdır bu kəlmədə. Yəni, mənim tək ilahım var, aləmlərin Rəbbi olan Allah. Dua eləyəndə ona dua eləyirəm. Qanun qoyan kimdir? Aləmlərin Rəbbi olan Allahdır. Mən başqa qanun qoyucu tanımıram. Mənim bir dənə qanun qoyanım var, o da Allahdır, aləmlərin Rəbbidir. Mən buna iman etmişəm. Mən isimdən buna inanıram. Birisi gəlib başqa bir qanunu mənə deyəndə ki, gəl bununla, bax bu da var, bu da yaxşıdır, deyirəm, subhanallah. Mən demişəm ki, la ilahə illallah. Allahdan başqa heç bir ilah yoxdur. Tək qanun qoyan Allahdır, yaradan Allahdır. Necə Allah subhanahu wa ta'ala öz əzəmətli kitabında buyurur ki, yaratmaq da, əmr etmək də mənə aiddir. Qardaşım, necə ki, mən deyə bilmərəm ki, məni həm Allah yaradıb, həm Allahdan başqaları yaradıb. Eləcə də deyə bilmərəm ki, məni həm Allah həyatıma qanun qoyur, həm də gəl səni qanun qoy. Həm də birisi başqa yerdən gəlsin, biri Varavskoy qoysun, biri nə bilim Amerikadan qanun gətirsin, biri İsveçrədən qanun gətirsin. Qəbul etmirəm, qardaşım. Mənim bir dənə qanunum var, o da aləmlərin Rəbbi olan Allahın nazir etmiş olduğu qanundur. Bəli, budur. Bu şəkildə olarsa insanın içi ilə çölü, həmin o la ilahə illallah insana fayda verir. Belə olmasa, insan buna inanmasa, insan zahirində, dilində la ilahə illallah deyib, daxilində qəlbinin ən incə ayrıntısına qədər buna iman etməsə, necə fayda verəcək ona la ilahə illallah? Ona görə doğruluq mühümdür, doğruluq əzəmətlidir, sıdq mühümdür. Vallahi doğruluq, sıdq insanı bu dünyada ucaldır, xüsusən də tövhiddə sadiq olan insan. Baxın, Abu Bakr radiyallahu anhu, necə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm müşriklər gəldilər, dedilər ki, ey Muhammed, sən nə danışırsan? Peyğəmbər sallallahu aleyhi və səlləm onlara Mirac haqqında xəbər verdi. Belə oldu, mən ora getdim, oradan bura getdim. Gəlirlər, deyirlər ki, ey Abu Bakr, artıq sənin dostun nə danışdığını bilmir. Deyir ki, mən filan şey eləmişəm, filan yerə qalxmışam. Mirac hadisəsini danışırlar. Abu Bakr
radiyallahu anhu deyir ki, həqiqətən də deyir, bunu Muhammed danışıb sallallahu aleyhi və səlləm. Onlar deyirlər ki, aha, deməli, Abu Bakır artıq Muhammeddən vaz keçəcək. Deyirlər, bəli, bax, bu qədər insan şahiddir. Abu Bakır radiyallahu anhu deyir ki, əgər Muhammed danışıbsa doğru danışıb. Subhanallah, bu nədir qardaşım? Sıdq, doğruluq. Ona görə o sıddıq ləqəbini almışdı. O doğru sözlü olan kişi. Təsəvvür edirsiniz bu nə deməkdir? Bugün nə qədər insanlar var. Deyirsən ki, Allah belə deyib, Rəsulu belə deyib. Qəlbində o sıdq yoxdur. Oynayır, külək kimi əsir. Sən nə deməlisən bir mümin olaraq? Allah mı bunu dedi? Allah dedisə, mənim inanmış olduğum bütün inanclar batildir. Resulullah sallallahu aleyhi və səlləmə bunu dedi. Mənim bu günə qədər inanmış olduğum şeylər batildir. Allah və Resulü mu dedi? Mənim atalarımdan, babalarımdan görmüş olduğum şeylərin hamısı yalandır. Hamısı batildir. Allah və Resulü isə doğru demişdir demən lazımdır. İşte həqiqi təslimiyyət budur. Bugün baxırsan, insanlar belə mi edirlər? İnsanlar belə etmirlər. Müsəlman insan deyə iman gətirib adam. Allah belə deyib deyirsən, başlayır nə? Belə şey olar deyir. Qardaş, sən küfrə düşə bilərsən. Sən nə danışırsan? Allah dedikdən sonra sənin bütün ağlı, sən daha mı ağıllı olduğuna inanırsan? Sən Resulullah'dan daha mı ağıllısan? Sən təslim, müsəlman nə deməkdir? Təslim olan insan, Allaha təslim olmusan, bitdi. Əlini qaldırmısan, demisən ki, ya Rabbi, madəm ki yerlərin, göylərin sahibi sənsən, madəm ki insanları xəlq edən sənsən, madəm ki, ya Rabbi, bizi bir heç ikən, yox ikən, yoxluqda ikən, ya Rabbi, bizi bu hala gətirmiş olan sənsən, ya Rabbi, mən nə edə bilərəm ki, ya Rabbi? Sən aləmlərin Rəbbisən, ya Rabbi, mən sənə təslim oldum. Ya Rabbi, mən sənin qüdrətini gördüm, mən sənin əzəmətini gördüm, mən sənin böyüklüyünü gördüm, ya Rabbi, mən nə edə bilərəm ki? Mən kiməm ki, ya Rabbi, demən lazımdır. Allaha təslim olman lazımdır. Allaha təslim olan insan oynaq ola bilməz. Allaha təslim olan insan şər'i məsələlərin qarşısında oynaya bilməz. Necə Abu Bakır radiyallahu anh, sıdqa bax, Muhammed mi dedi? Bütün ağıllar yanıb, təsəvvür edirsiniz. O günləri danışmış olduğu Resulullah sallallahu aleyhi və səlləmin demiş olduğu şeyin qarşılığında bütün ağıllar yanıb. İnanmırlar insanlar. Abu Bakır nə deyir? Muhammed danışıbsa doğru danışıb deyir. Hətta Abu Bakır radiyallahu anh deyir ki, mən deyir bundan daha böyük şeylərə inanmışam. Yəni göydən vəhiy gəlməsinə inanmışam, buna mı inanmayacam deyir. Allahu Akbar. Budur həqiqi sıdq, budur həqiqi doğruluq. Allah və Resuluna sadiq bir şəkildə inanmaq budur. Baxın, mən sizə bir misal verəcəm. Günlərdir dünyanın fərqli yerlərində dayanmadan yağış yağır. Hətta dünyanın ən təhlükəsiz şəhəri adlanan şəhərdə, Dubayda videoları gördünüz. Maşınlar yarıya qədər suyun içərisindədir. Allah mı daha güclüdür? Allahın orduları mı daha güclüdür? Yoxsa insanların trilyonları, insanların milyardları, insanların bilməm biz ən təhlükəsiziz, bilməm biz nələr düzəltmişik, bilməm bizim nə texnologiyalarımız var, bunlar mı daha güvənlidir? Yoxsa aləmlərin Rəbbi olan Allah mı? Aləmlərin Rəbbi olan Allahın ordusu mu? Yoxsa insanların ordusu mu? Baxın, Allah ordularından sadəcə bir ordunu göndərdi. Yağış yer üzərinə indi, Allah insanları baxın nə hala gətirdi. İnsan ibrət almalıdır. Türkiyədə böyük bir zəlzələ olmuşdu. Allah Azza və Cəllə yaşamış olduğumuz diyarları bu kimi müsibətlərdən qorusun. Təsəvvür elə, Allah yeri biraz titrətdi. Biraz titrədi. İnsanlar nə hala gəldilər? Hani o texnologiyalar? Hani o milyardlar, hani o milyonlar, hani o ölkələr, hani o rəhbərlər, hani onlar sanki dünyanı bunlar idarə edirlər. Harada qaldılar? Yoxdur, vallahi yoxdur. Allah ordusundan bir ordu göndərdiyi zaman bitmişdir məsələ. Koronavirusu xatırlayın. Balaca bir mikrob insanları nə hala gətirdi? İnsanlar evlərinə girdilər. Hani milyardlar, hani milyonlar, gözlə görə bilmədiyin şey səni həlak etdi, subhanallah. Gözlə görə bilmədiyin şey insanları evə soxdu. Gözlə görə bilmədiyin şey insanların canını aldı. Gözlə görə bilmədiyin şey insanların evlərinə daxil oldu. İnsanların evlərinin içərisində canlar aldı. Allahın izni ilə təbii ki. Hani ordular? Hani milyardlar, hani milyonlar? Subhanallah. İnsan bu şeyləri gördüyü zaman Allaha olan sıdqı artır. Deyir ki, ya Rabbi, həqiqətən səndən əzəmətlisi yoxdur, ya Rabbi. Sən ən əzəmətli olansan, ya Rabbi. Allahu Ekber deyirik. Allah ən böyükdür. Biz həqiqətən ilk gün dediyimizi bu gün də deyirik. Bu şeyləri gördüyümüz zaman Allaha olan sıdqımız artır. Allaha olan doğruluğumuz, Allaha olan imanımız artır. Allaha olan təslimiyyətimiz artır. Budur iman. Budur həqiqi insana fayda verəcək olan şey. Vallahi Allah subhanahu wa ta'ala balaca şeyləri yer üzünə göndərir, yer üzü altı üstünə gəlir.
ən təhlükəsiz şəhərlər demiş olduqları Dubay bu günləri maşınlar suyun içərisindədir. Allah yardım etsin, Allah azza və cəllə afiyet versin. Yəni biz bu durumlardan təbii ki, xoş deyilik. Biz istəyirik ki, yer üzərində əminamanlıq olsun, afiyet olsun, sülh olsun. Lakin nə misal vermək istəyirik? Lakin Allah subhanahu wa ta'ala yer üzərinə ordularından, külək Allahın ordusudur, yağış Allahın ordusudur, yer üzərində gördüklərimiz, görmədiklərimiz Allahın ordusudur, həşəratlar. Allah subhanahu wa ta'ala quşları göndərsə, quşların ağızlarının içərisində yer üzərinə daş yağdırsa, insanlar nə edə bilərlər ki? Yəni bütün bu şeylər insanların bərabərində imanını artırması gərəkir. Və son olaraq, alimlər deyirlər ki, insanın sıdqının, doğruluğunun ən çox açığa çıxdığı yer haradır? Bilirsiniz haradır? Alimlər deyirlər ki, insanın sıdqının, doğruluğunun ən çox açığa çıxdığı yer qulun başına imtihan gəldiyi yerdir. Əgər qul başına imtihan gələndə Allahın razı qaldığı şəkildə o imtihandan çıxırsa, deməli o qul Allahın razı qaldığı şəkildə çıxan o qul sadiq olan quldur. Sadiqlik nə idi? İnsanın içi ilə çölü eynidir. Amma bir insan başına imtihan gələndə, baxırsan adam işində, rızqında biraz darlıq yaşayıb, biraz maddiyyatını itirib, biraz ailəsi ilə imtihan olunub, görürsən ki, bu insan Allah azza və cəlləyə üsyan edir. Tək mənə qalmışdı deyir, məndən başqası yox idi deyir, niyə mənim başıma gəldi deyir və Allaha üsyan edir. Bu insan sadiq ola bilər. Bu insan dildə demiş olduqları şeylər ki var idi, içi ilə çölü eynidir bunun. Vallahi içi ilə çölü eyni deyil. İçi ilə çölü eyni olan insanlar Allaha sadiqdirlər. Onlar Allaha verdikləri sözdən dönmürlər. Onlar Allaha Rəblərinə təvəkkül edirlər. Onlar yəqindirlər. Onlar başlarına gələnin Allahdan olduğunu bilirlər. Onlar Rəblərinə iman ediblər. Başlarına gələn hər bir şeyin Allahdan olduğunu bilirlər. Və imanı biraz daha yüksək olanlar Allahdan gələn şeylərdən razı qalırlar. Və İmam İbn Qayyim rahimehullah deyir ki, imanda ən üstdə olan insanlar isə kimlərdir? Onlar başlarına gələn şeylərdən razı qalırlar. Və budur, həqiqi sadiqlik imtihan anında açığa çıxır. İnsan sadiqdir yoxsa yox? Doğrudur yoxsa yox? Yoxsa oynayır? Yoxsa yalandan özündə tük var? Yalandan başında hicab var. İmtihan gəldiyi zaman görürsən ki, Allaha asilik edir. Subhanallah deyirsən, qardaş səbirli ol. 300 manat, 1000 manat. Qardaş 1000 manat yox, bütün dünya olsa, Rəbbi itirməyə dəyər yəni. Rəbbivi itirirsən sən dediyin sözlərlə, üsyan edirsən Allaha. Allaha baş qaldırırsan yəni. Ona görə insanın, necə alimlər deyirlər, sıdqının ən çox açığa çıxmış olduğu yer onun imtihan əsnasıdır. Və bu kəlməni, yəni la ilahə illallah kəlməsini deyən bir insan bilməlidir ki, onun başına mütləq imtihan gələcək. Həmin o imtihan gəldiyi zaman onun sıdqı, doğruluğu və yalancılığı açığa çıxacaq. Allah doğrularla yalancıları bir-birindən ayırt eləyəcək. Sadiqlərlə münafiqlər bir-birindən ayrılacaq. Nə ilə? İmtihanla. İmtihan gəlir və bilirsən kim münafiqdir, kim mömindir. Ona görə bu kəlməni öyrənən, hal-hazırda bunu dinləyən, öyrənən insan bilir ki, mən la ilahə illallah deyirəm. Başıma imtihan gələ bilər. Və bu kəlmə ağır kəlmədir. İnsanlar deyə bilərlər ki, buna bax, getdi gör nə deyir, pirlərimizdən üst çevirdi, nə bilim nələrimizdən üst çevirdi, qəbirlərimizdən üst çevirdi, atalarımızdan üst çevirdi deyə bilərlər. İnsanlar sənə baskı eləyə bilərlər. Bu nə hicabdır, bu nə saqqaldır, bu nə hicabdır, bu nə geyimdir, bu nə bilim, bu nə üzündə tüklü saxlamısan və s. İnsanların sözləri ağırdır. İnsanların sözlərinə sənin tab gətirməyin harada açığa çıxacaq? Sən əgər o şeylərə tab gətirsən, deməli sən la ilahə illallah deyəndə başa düşmüsən. Sən bu hazırsan buna, əzəmətli bir kəlmə deyirsən. Mütləq insanlar səndən üst çevirəcəklər. Mütləq insanlar sənə düşmənçilik də eləyəcəklər. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi Varaqanın yanına. Onda Varaqa ona nə dedi? Kaş ki qövmün səni yurdundan çıxanda ey Muhammed, mən sənin yanında yer alsaydım, sənə kömək etsəydim. Peyğəmbər sallallahu aleyhi və səlləm təəccüb etdi. Qövmün məni mi çıxardacaq yurdumdan? Mən onlara nə edəcəm ki? İstikdən çəkindirməkdən başqa mən onlara nə edəcəm ki? Onda ona deyilən ən əzəmətli sözlər, tarixə keçən o sözlər nə idi? Ey Muhammed, bu kəlmə ilə gələn elə bir kimsə olmamışdır ki, ona əziyyət edilməsin, o yurdundan çıxarılmasın, insanlar ona düşmənçilik etməsinlər. Sən bu kəlməni deyəndə mütləq imtihan olunacaqsan. Hətta ola bilsin ki, evinin içi ilə imtihan edildin. Sən səbr eləyəcəksən, səbat edəcəksən. Bu kəlməni deyib elə-belə 3-5 gün namaza başladım. La ilahə illallahı bildim, başa düşdüm, qəbul elədim. Amma 3 gün, 5 gün sonra vallahi qohumlar icazə vermədi, anam qoymadı, evdə namaz qılmağa şərait olmadı, iş yerində alınmır bizdə namaz qılmaq. Sadiqlik, bax bu yerdə açığa çıxır. Sən doğruydun yoxsa yox? İçinlə çölün eyni idi. Sən dediyin şeyə inanmışdın yoxsa yox?
cəhənnəmə inanan bir insan, Allahın qiyamət günü insanları önündə hesaba çəkəcəyinə inanan bir insan, belə rahat bu şəkildə, yəni 3-5 başına imtahan gəldi, dini tərk eləyə bilər, yəni, subhanallah. Cənnətin böyüklüyünü, cənnətin necə bir nemət olduğunu bilən bir insan, belə rahat şəkildə bu dini tərk eləyib, yəni, dünyanı axirətə dəyişə bilər. Dünyanı axirətə dəyişən elə insanlar olublar ki, vallahi, dünyalarını axirətə dəyişdikləri an Allah onların canını alıb. Qardaş danışır, deyir ki, getdim, deyir, dayıma dəvət eləməyə. Deyirdim ki, dayı, bax, gəlmişəm, mən bilirəm ki, qohumlarımı dəvət eləməliyəm, bu mənim üzərimdə haqdır. Bax, dayı, bu yaşayış deyil, Allaha tövbə elə. Nə bilim, deyir, danışdıqca danışdım, deyir. Deyir, dayım qayıtdı, dedi ki, elə mən bu dünyaya yeyib içmək üçün gəlmişəm. Mən elə bu dünyaya bunun üçün gəlmişəm. Mən bu dünyadan başqa heç nə istəmirəm. Yeyib içib, qocalanda baxarıq, deyir, sənin dediklərinə. Deyir, qardaş, vallahi, deyir, dayıma nə qədər nəsihət elədim, faydası olmadı. Deyir, evdən çıxdıq, ayrıldıq. Mən, deyir, evə çatdım, dedilər ki, dayını maşın vurub. Həmin axşam, deyir, dayım vəfat elədi. Allahu akbar. Hani sən dünyaya yeyib içməyə gəlmişdin? Hani sən bu dünyaya əylənməyə gəlmişdin? Hani qocalanda baxacaydın? Deməli, insan başa düşməlidir ki, sən dünyanı axirətə dəyişsən də, sən an var ki, bir an gəlir, Allah Azza və Cəlləyə qovuşursan, həmin o yalanlanmış olduğun şeylərlə qarşı-qarşıyasan. Allahu akbar. Elə bir yerə girdin ki, geri dönüşün də yoxdur. Subhanallah. Elə bir yerə girdin ki, artıq sənin oradan geri dönüşün də yoxdur. Hətta vələv ki, sən dünyanı dəyişməsən. 100 il yaşasan. Qardaş, 200 il yaşa. Yaşayan var indi. 70 yaşına çatan insan tanıyırsınız. Mən tanımıram. 200 il yaşa, qardaş. 200 il, 199-cu il səndən soruşaq. Nə qədər qaldın dünyada? Necə keçdi bu həyat? Cavab verə bilsən əgər o yaşda, deyəcəksən ki, bir göz qırpımında keçdi. İndi əziz qardaşım, bir göz qırpımında olan bir həyat üçün insan əbədi olan diyarı, fani olan bu dünyaya dəyişə bilər. Subhanallah. Necə də böyük bir itkidir. Necə də xüsran olacaq bir sonluqdur. Allah Azza və Cəllə bizi bu sonluqdan qorusun. Və axiru davanən elhamdülillahi rabbil alemin.